Deməli, bugünkü dərsimiz malın gömrük dəyər kalkulyasiyası haqqındadır. Biz bilirik ki, ehtiyatlar alınarkən, yəni xam maldır, materialdır, ticarət mallardır, hazır məhsul alınarkən bunlar bizim aktivlərimizdə yer tutur. Ancaq biz bunu xaricdən alarkən, biz buna idxal deyirik və alarkən də burada əlavə xərclərimiz də olur. O zaman fiziki olaraq aldığımız malın, məsəl üçün, 5 dollar olursa, artıq o bizim üzərində 5 dollara yox, məsələn, 6-7 dollara başa gəlir. Niyə? Onun üzərində gömrük rüsumlar var, gömrük yığımları var, digər xərclər hamısı gəlir onun üzərində. Və ƏDV ödəyicisi kimi alırıqsa, yəni ƏDV ödəyicisi də təbii ki, onu əvəzləşdirmə hüququ yaranır. Niyə? Çünki ona görə ki, o gömrükdə mal keçirəndə ƏDV ödəyir. Sonra da satdıqca onu əvəzləşdirir. Ancaq təbii ki, o da sadələşdirilmiş vergi, yəni vergi rejimində fəaliyyət ki, onun əvəzləşdirmə hüququ olmadığına görə, bu zaman nə baş verir? O malın maidəri onun üzərinə gəlir, yəni digər gömrük rüsumları da gəlir o malın əsas dəyərin üzərində, əvəzləşdirə bilmir. O da məcburdan baha qiyməti satsın ki, eləmi? Yəni onu, yəni baha qiyməti satsın ki, sərf eləsin. Ancaq, yaxşı görək bu idxal əməliyyatını rəsmiləşdirərkən hansı mexanizmdən istifadə olunur? Biz bilirik ki, bu gömrük məcəlləsində əsasən tənzimlənir. Bu necə, mexanizmi bu cürdür. İlk öndə, yəni mal ki, idxal olunanda gömrük orqanı deyir ki, bax, sən bu malın 5 dollar almışsan, ancaq 5 dollara deyil. Deyir ki, məsəl üçün, deyir ki, bu 7 dollardan olacaqdır. Bəli. Ya bunu deyir ki, əsas gətir, ya bazar qiyməti, deyir ki, ehtimal olunan bazar qiyməti bu qədərdir. Ya deyir ki, sən orada onu razılaşmışsın, invoice aşağı yazdırmışsan, ya ölkənin o daxili bazarı qorumaq üçün eləyə bilər, ya əlavə dövlət büdcəsinə pul yığım ehtiyatını artırmaq üçün eləyə bilər, ya deyə bilər ki, bazar qiyməti budur, sən bu qiymətin daxil olanda daxili bazarda qiymətlər təsir edəcək. Yəni, ehtimal olunan bazar dəyəri deyir bu qədərdir və buna da deyir statistik dəyər. Malın yəni statistik dəyərinə nəzər tutur. O statistik məlumatlar əsasında deyir ki, ehtimal olunan bazar dəyəri bu qədər. Nə olsun sən mal alanda müqavilədə filan qiymətlə nəzər tutulur və ya invoice-da filan qiymət. Nə olsun deyir. Önəmi yox. Bu zaman nə formalaşır? Malın real satın alma dəyəri formalaşır. Təbii ki, gömrüyə kimi qiymətlər nə? Dollarla. Çünki niyə? Bizim manat tanımırlar ki, biz manatla alırıq. Burası dollarladır. Ona görə də, təbii ki, xaricdən bizim malı da alana beynəlxalq valyuta alır. Və bu zamanda nə baş verir? Malın real satın alma dəyəri formalaşmaq üçün malın invoice dəyəri daxildir. Təbii ki, biz də bilirik, xaricdən alanda invoice beynəlxalq valyuta olur. Bizə dollarla olur. Deyirik ki, 5 dollardandır, məsəl üçün deyirəm, 100 ədəd alınırsan, 5 dollar. 5 dollar deyəndə mal gətirirsən artıq. Bu zaman gömrük orqanı deyir ki, miqdarına dəyişiklik eləyə bilmir. Deyə bilmir ki, məsələn, 100 ədəd gətirmirsən, deyə bilmir ki, məsələn, sən bunu 150 ədəd gətirmirsən. Saylandır, çəki iləndir, miqdarın ölçü iləndir. Bu zaman onun artıracağı bir qiymət qalır, qiymət. Çünki biz bilirik ki, qiymət vurulsa miqdar bizə dəyəri verir. Dəyər artırmaq üçün məcburdur ki, ölçüyə, miqdara dəyişiklik elə bilmir, qiyməti dəyişiklik edir. Qiyməti artıq dəyişikliyində nə baş verir? Onun statistik bazar dəyəri dollar ifadəsində qalır. 5 dollardansa 5'i vur 100'e eləyir, 500 dollar eləməlisə, indi eləyəm. 6 dolların artığının statistik dəyəri olur 600 dollar. Bunu da Mərkəzi Bankın kursunu ifadə eləyəndə bu artıq 1.7-dir. Gəlir 1.7-də ölkəyə gömrük dəyəri yəni artıq formalaşmış olur. Və gömrük dəyərinin formalaşandan sonra gömrük orqanı deyir ki, bax,
sən idxal üzrə gömrük rüsumu ödəməlisən. İdxal üzrə gömrük rüsumu necə hesab? Burada sonraki prosesdə görürsün manatla. Burada sonra prosesdə manat gömrük rüsumu müəyyən eləmək üçün malın gömrük dəyəri, bax burada aldığı gömrük dəyəri vurur gömrük rüsumu dərəcəsinə. Bu maldan mala da fərqlənir. Məsələn, fərz eləyək ki, misalımızda göstərəcək 15 məsələn faiz. Sonra nə edir? Vurur, tapır idxal üzrə gömrük rüsumu bu qədər. Bu tapdığı idxal üzrə gömrük rüsumu var, bax bunu. Bunu da təkrarən gəlir malın gömrük dəyərinin üzərinə. Gömrük yığımında gəlir. Deyir, bu qədər əvvəl onları bir gömrük yığımı. Onda gəlir. Bir də GPS xərci var. Onu da gəlir, vur 18%, deyir, ƏDV-sini buyurur. O ƏDV-ni səndən alır. ƏDV-ni də alır. ƏDV-də yoldaşlar. ƏDV-də adətən mal gəlməmişdən bir 2 gün, 3 gün sonra ödəmək gəlməmişdən əvvəl ödəmək məsləhət. Niyə? Mal gələndə mal gəlib gömrükdə qalmasın. Pul vaxtına çatmazsa malı gömrükdən buraxmayacaqlar. Gömrükdə ödürük də bunun hamısını. Malın hamısını gömrükdə ödürük. Gömrükdən söhbət gedir. ƏDV təbii ölkə daxili alırıqsa, mal alırıqsa birbaşa vergi sistemidir. Ancaq artıq biz xaricdən alırıqsa, idxal ediriksə, bunun mexanizmi gömrük komitəsindədir. Bəli, çünki orada gömrüğün işçisi otur. Bəli, o artıq öz aralarında, yəni Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi arasında bu dövlət, yəni orqanlar arasında olan məsələdir. Onu artıq uzlaşdırırlar özlərinə uyğun ki, bunun haqq hesabatı kimdə olacaq? O artıq onların öz məsələsidir. Bizə aid məsələ o ki, mexanizm gömrük orqanındadır. Xaricdə mal alır. Ölkə daxil alınanda xeyr, ehtiyac yox. Fikir verdiniz, malın ambar dəyəri necə formalaşır? Malın real satın alma dəyəri manatla gəlir, üstə idxal gömrük rüsumu gəlir üzərinə, gömrük yığımlarını gəlir, GPS xərci, terminal xərci və digər xərclər ola bilər. Məsəl üçün, elə ola bilər ki, mal ekspertiza xərci verilə bilər, ambarda daşıma ola bilər, orada ambar ola bilər. Məsələn, soyucu icarəyə götürə bilər. Broker xərci ola bilər, sığorta xərci. Yəni, bunun hamısının digər xərcləri də daşıma, boşaltma ola bilər. Mal gəlir, sığorta xərci eləyək ki, sağ-salamat evə gəlsin. Bəli. Bunun hamısı orada daxil. İndi baxın, mən burada mexanizmi budur. Biz bunu nümunə üzərinə baxaq ki, necə həyata keçir. Nümunamız var bir dənə. Təbii ki, burada ilk öncə nə baş verir? Bu zaman malın gömrük dəyərindən malın real dəyəri üst-üstə gəlir. Səbəb, çünki qiymət artırır, bax. Qiymət artırıb, müəyyən rüsumlar var, hamısı gəlib üst-üstə gəlir. Sən sənətdə 1000 manat göstərdiyin mal reallıqda gəlir, məsələn, gəlir 1500 manata gəlir sənin üçün. Nə baş verir? Malın maya dəyərini müəyyənləşdirmək üçün gömrük dəyəri yox, əsas olaraq əksinə satın alma dəyəri əsas götürülür. Niyə? Malın gömrük dəyəri sənətdə artırılır. Ancaq reallıqda isə malın miqdarı dəyişmir. Çəkisi də dəyişmir. Bəli. Və ən çox da uyğunsuzluq gəlir bu məsələlərə. Uyğunsuzluq da gələndə ona cavab yazılır ki, bax, bu artım, məsələn, gəlir ki, təbii ki, real ambar dəyərini gömrük dəyəri fərq gəlir. Çünki fərqi biz burada görürük, sistem də onu avtomatik tuta bilmir. Bu zaman məktub gəlir, məktuba cavab yazılır ki, bax, bu fərq, bu yaranmış fərq bununla bağlıdır. Ancaq siz bunu izah eləməyiniz üçün sizə nə lazımdır? Sizə onun üçün lazımdır ki, siz ən azından hesablanma mexanizmi biləsiniz ki, və yaxud bunu Excel-də və avtomatlaşdırılmış formada qura bilərsiniz ki, sabahsız günü ona cavab məktub yaza bilərsiniz. Cavab məktubu da yazmaq önəmlidir. Bilmək başqa bir şeydir. Məktub cavablandırmaq da başqa bir şey. Cavablandırmaq üçün sizin alt bazanızın olması lazım. Yaxşı, bu zaman bizə hansı sənədlər lazım?
Biz hansı sənəddən istəyir? Biz ilk öncə bilirik ki, malın müqaviləsi lazım. Malın müqaviləsi lazım və əlavə razılaşma və yaxud müqavilən vaxtı bitirsə və əlavə varsa əlavə razılaşma lazım. İkinci, malın xüsusiyyətlər sənədləri ola bilər. Yəni, spekulasiya sənədi ola bilər. Qablaşdırma sənədi ola bilər. Bəzi banklar istəyir, bəzi banklar istəməyə bilər. Baxır o malın xüsusiyyətinə və bankın tələblərinə. Müəyyən şübhəli hallar yarandı, istəyə bilərsiniz. Qiymət razılaşma protokolu istəyəcəksiniz ki, neçəyini razılaşmışsınız. Bunu istəyəcəksiniz, istəyə bilər. Ən mühüm sənədlərdən biri hesab faktura. Burada bu ölkə daxil alanda alış qaynasıdır. Ancaq ölkə xaricindən alanda isə hesab faktura. Biz dedik ki, hesab faktura nədir? Hesab faktura beynəlxalq qaimədir. Biz bu cür yadda saxlayalım. Bəli. Hesab fakturada nələ əks etdirilir? Malın miqdarı, ölçüsü, adı, tərəflərin məsəlçi imzası, invoisin nömrəsi, tarixi, hansı şirkətlər arasında bağlanıb, bunların hamısı detallı əks elətdirilir. Digər şərtlər varsa, bunlar da əks etdirilir. Bir də bank rekvizitləri. Hesab fakturu nə demək? Hesab fakturu demək ki, ey müştəri, mən malı sənə satmışam, mənim pulumu buradakı göstərilən rekviziti ödər. Yəni, bank məlumat. Öyle ola bilər ki, müqavilədə başqa bank rekviziti yazıla bilər, invoice-də başqa. Mümkün də bu dəfə müqavilə başqa yazıb, deyə bilər ki, məsələn, mənim buraya. Yəni, burada yazılan son bir sənəddir ki, bu ödənişi buraya. Invoice-i kim göndərir? Invoice-i o şəxs göndərir ki, o, yəni, qarşı tərəf, satan tərəf göndərir ki, satan tərəf. Al, zəhmət olmasa, bunu ödür. Bizə invoice gələn, ancaq biz invoice-ı əldə eləmək üçün bizə nə lazım? Invoice əldə eləmək. Bizə avans kodu lazım. Və ödəniş tapşırıq lazım. Biz invoice əsasında biz nə edirik? Və müqavilə əsasında avans kodu alırıq. Mal gömrük kodu alırıq. Bankın sistemindən alırıq. Bankın sistemindən alırıq və daha sonra isə həmin o avans kodunda ödəniş tapşırığına yazılır. Ki, bu alınan avans kodu bu mala görədir. Həmçə ödəniş tapşırıq təyinatında da adət invoice-ın nömrəsini, tarixini, müqavilə nömrəsini, hətta ki, aldığımız avans kodunu yazırıq. Ki, bu ödəniş tapşırığında üzrə köçürülən pul bu mala aiddir. Və bunda ödəyəndə gömrük orqanı, burada səhvlik olarkən, təyinatda səhvlik olarkən gömrük orqanı problem yaradır. Yəni, malı buraxmaya bilər, əlavə sənəd invoice təşkilməlidir, bu da səhv edir. Təbii ki, bunların hamısı da invoice-dakı olan məlumatlar, avans kodu məlumatı, ödəniş tapşırığında olan digər məlumatlar, müqavilədə olan məlumatlar, hara gedir işlər, hamısı gedir YGB işlər, yük gömrük yəni bəyannaməsində içərisində onun qrafalarına baxsaz, təyinat ölkəsindən tutmuş, ölçüdən tutmuş, hətta gömrüyün hesabladığı terminal xərci olsun, məsələn, gömrük yığımları tutulan ədim, hamısı o əksdir. Bil ki, yük gömrük ümumi bir sənəddir. Hamısı, onun üçün mala aid məlumatlar olsun, invoice aid məlumatlar, müqavilə məlumatlar, bank ödü, hamısı o əksdir. Və aydındır. Və bəzi malların xidmətən təhvil təslim aktı da ola bilər. Bu nə ilə bağlı olur? Yəni, məsəl üçün, xidmət ala bilərsiniz xaricdən. Bank sizə deyər ki, xidmətin təhvil təslimi ilə bağlı mənə bir aktdır. Niyə? Çünki xidmət alanda onun yük gömrük bəyannaməsi olur. Yük gömrük bəyannaməsi yüklə bağlıdır. Malla bağlı, xidmətlə bağlı deyil. Ona görə də olmadığına görə o bilmir ki, o xidmət təhvil təslim edilmişsə. Onca xidmət alsaz xaricdən, bank deyə bilər ki, xidmətin təhvil təslimindən bağlı mənə bir sənəd verir ki, yəni bilim ki, yəni o xidməti sən almışsın.
Sən niyə? Sən xarica pul çıxarsa, pul ödəyirsən də. Bank deyir ki, mən icazə ver, pula icazə verir, xarica ödənirsən də. Amma deyil ki, öncə mən təhvil ver, görün. Sən bu xidməti almısan, almamısan. Niyə? Çünki pul xarica çıxdısa, ya onun qarşısında mal gəlməlidir, xidmət gəl, pul geri qayıtmalıdır. Yəni elə ola bilər ki, yəni maldır. Mal bir müqavilə olar 100 min. Ona 4 dənə invoice ola bilər. Ayrı-ayrı invoice. 3 dənə də olur. Elə müqavilə olar, bir müqavilə bir də invoice ola bilər. Yəni maldakı məbləğlər bir neçə invoice-a bölünə bilər. Partiyana gəldi, hissə gəlir. Buyurun. Nümunəmiz belədir. Tutaq ki, ƏDV ödəyicisi bir ədənin dəyəri 3 dollar olan 500 ədəd mal idxal edir. Gömrük orqanına qədərki logistika xərcləri 100 dollar təşkil edir. Nə deməkdir? Təbii ki, biz xaricdən alırsa, biz onun nəyini ödəyik? Dollar ödəməliyik. Bu bizim dəyişir, çünki xarici logistika şirkətidir. Dollar. Lakin gömrük orqanı tərəfindən bir ədəd malın qiyməti 3 dollar yox, deyir 5 dollar. Fərz eləsək ki, gömrük rüsumu da 15%-dir. Bu zaman şərti satılan mallar üzrə xəsr aşağıdakı kimi olur. Gömrük yığımları alırsan da 1. Fərz eləyək ki, burada mən 100 manat yazmışam, o maldan mən burada izah eləmək üçün 100 yazmışam. Elə mal o 150 olur. Bunun qayməsi olur. Bəli. Qayməsi gəlir. GPS xərci. Olmur. Olmur. Qayməsi olmur bunlar. Məsələn, gömrük kimi qayməsi olmur. Niyə? Rüsumdur. Rüsumların adətin qayməsinə ehtiyac yox. Biz bunu vergi məcəlləsindən də bildik ki, ehtiyac yox. Niyə? Bunlara ehtiyac yox. GPS xərci, qayməsi olmur. Yox, GPS xərci, yəni GPS sistemini izləyir ki, orada nə var, nə yox, izləyir. İstəmək üçün. Bəli. Təhlükəfəsən təhlükəli. Terminal xərcdə o malın keçdiyi yer var. Onunla bağlı xərclər olur. Onun qayməsi olur. Biraz adətən gec olur, ancaq o gəlir, qaymə onunla bağlı gəlir. Sistemdən qaymə gəlir. İndi mən burada nümunədə təbii ki 50 manat üzərindən yazmışam. 50 manat üzərindən yazmışam. İndi maldan mala fərq. Mən bunu izah eləmək üçün yazmışam. İzah eləmək üçün. Nümunə. Malın fərz eləyək ki, ekspertizə xərc ola bilər, saxlanıc xərc ola bilər, broker xərc ola bilər, digər xərclər ola bilər. Gömrükdən daşımızı sığorta, gömrükdən deyəsin, məsələn, Bakı şəhərinin ərazisini daşımaq üçün təbii ki, bir sığorta xərc, təhlükəsiz formalı gəlsin. Yenə də sığorta şirkətinin bir müqavilə olur. Məsələn, sığorta xərc ola bilər, daşımı boşalır. Fərz eləyək ki, bu xərclər də olsa, hesablama mexanizmi necə olacaq? Bu qeyd elədiyim bunlar olmaya da bilər. Saxlanıcı ehtiyac olmaz. Məsələn, malın ekspertizinə baxar. Hə, fərz edək ki, bunlar da olsa proses necə olacaq? Ancaq bu yuxarıda qeyd olunanlar mütləq. Bəli. Bu cür olacaq, yoldaşlar. Deməli, ilk öncə malın real satılma dəyəri necə olacaq? Biz 3 dollardan almışdıq. 500 ədədirsə, deməli 100 dollar logistika xərci varsa, deməli 1600 dollarlıq mal almış. Bunun 1500 malla bağlıdır. 100 dollar da nəqliyyatla bağlıdır. Xarici logistika ilə bağlı, ölkə daxili yox. Bu eləyir manat ifadəsinin 1.7 eləsə 2720 manat. Deməli biz reallıqda 2720 manatlıq gömrüyə kimi mal gəlir. Azı gömrük orqanı deyir ki, bunu mən 3 dollardan yox, 5 dollardan rəsmiləşdirəcəm. 5-i vurur yenə, ölçünü dəyişə bilmir. 5-i vurur 5-cəm. Logistika xərcini dəyişə bilmir. Siz 100 dollar düşdür, deyir filan sənədi var. Deməli, nə qədər mal eləyir? 2600 dollarlıq mal eləyir. Bu manat ifadəsini yenə eləyir, 4420 manat.
Nə deməkdir? 1700 manat onun üzərinə əlavə ilk anda gömrük dəyərini artırır. Bundan əlavə də hesaplayacağı idxal gömrük rüsumunda təkrarən bu çıxartdığı 4420-nin 15%-ni tapır. 2720-ni də tapır. 4420-nin 15%-ni tapır. Deyir ki, bu qədər gömrük rüsumu ödəməlisin. O deyir 663 manat artıq dövlət büdcəsinə alır. Sonra gəlir. Yenə də təkrar o artırdığı gömrük dəyəri olur və 4420. Onun üzərinə bu tapdığı 663 manat gömrük rüsumunda gəlir. Əlavə 100 dollarla, yox 100 manatla 80 manatı da gəlir. Nə idi onlar? Hansılar idi? O gömrük yığımından GPS xərci. Onu da gəl üstünə vurur 18%-ə, deyir ki 947 manat 34 qəpikdə ƏDV səndən alır. Aydındır? Mal reallıqda bu yaşıl rəngində ifadə olunanlar yuxarıdakı bu xırda xərclərlə var. 50 manatdır, 60 manat, 30 manatdır, 70 manat. Və onlar olarsa, olmayacaq, olmasa da bir ciddi fərq deyil də. Bunlar hamısı gəlir onun üzərinə. Elə mal neçəyə sənin üzərinə başa gəlir? 3863 manat. Bura ƏDV ödəyicisindən söhbət gedir. Fikir versiniz, bunun içində 947 yoxdur. Yəni 950 manata yaxın, 950 manat hətta ƏDV ödəyicisi olmasaydı, ümumiyyətlə onu əvəzləşdirə bilməzdi. 1000 manata yaxında burada ƏDV məsələ, 950. Onda onun qiyməti bizə neçə gəlirdi? Yəni 5000-ə başa gəlir sənin üzərinə. Aydındır. Sadəcə istənilən halda mal gələndə nələr ödəyir? Şişirdilmiş dəyərini 663 ödəyir. 100 manatı ödəyir. 80 manatı ödəyir. Minimum bunları ödəyir. Əlavə də 950 manata yaxın ƏDV-ni ödəyir. Digər də xərclər olsa, xırda xərclər bunlar. Mal gəlir, daxil olur bu qiymətinə ambara. Sənin sadəcə malı satdıqca da bunu əvəzləşdirə bilirsən. 947 manatı əvəzləşdirə bilirsən. Çünki malı alanda yox, əvəzləşdirmə nə zaman? Malı satdıqca. Satdıqca, təbii ki, onu bir günə satmırsan, çətin olur. Topdan satasan ki, ya hissə satsan, hissə başlayırsan əvəzləşdirməyə. Bu da, bu demək ki, neçəyə başa gəldi? 3863 manata. Malın real dəyərinə qədər daxil olanda 2720 manat. Bundan bunu çıxıb, buna bölünə 42% əlavə haqq demək. Bəli, hətta bu 42% əlavə haqq demək. Yəni, malın yarısı qədər, yəni böyük bir rəqəm. Mal da ambara real dəyər üzərindən, real dəyər nə qədərdir? 2720 manatlıqdır. Ancaq yəni faktiki dəyəri 3863 manat. Deməli, bunun dəyərini də çıxaranda bu xərcləri adətən malların formulları sayına görə, ölçüsünə görə də bölüşdürürlər ki, malın real satış dəyərini ortaya qoymaq üçün. Ya bunu bölüşdürürlər, əlavə ticarət ələməsi qoyurlar, ya da ki, ticarət ələməsi daha az qoyurlar da. Çünki daha çox qoyanda da sata bilir. Bildiniz mi? Yəni, bunu formullar ya ölçüyə görə bölüşdürə bilər, ya saya görə bölüşdürə bilər. Yəni, ikisinin birləşdirilmiş variantına görə də bu xərcləri bölüşdürə bilər. Bugünkü dərsimiz bu qədər.